dilimizi qorumaq və gələcək nəsilə ötürmək üçün Sona ilə milli musiqi. Salam, hər vaxtınız xeyir olsun. Həftənin şənbə günüdür və saatlarımız 5-in yarısını göstərir. Sona ilə milli musiqi proqramı efirdədir. Düz saat yarım ərzində milli musiqiyə ruhunuzu kökləyib, üstəlik də bu həftə bir başqa istiqamətə ruhunuzu yönləndirmək üçün buradayam. Mikrofon önündə aparıcınız mənəm Sona Bayramova və yenə də milli musiqinin sözünü dediyi məkanda milliliyimizi biraz daha fərqli şəkildə qorumağa çalışacağım. Anonslardan artıq bəllidir, bugün çox fərqli formatda bir qonağım var. Bugün sizi ədəbiyyat aləminə, bugün sizi drama aləminə, bugün sizi ruhunuzu obrazlarla qidalandıracaq bir aləmə aparacağım. Amma o zamana qədər istəyirəm ki, proqramımızı bir musiqi ilə başlayaq. Bilirsiniz, keçən həftə məhz sizin istəklərinizlə olan musiqi axını hazırlamışdım. İstəklər var idi ki, hansı ki bu həftə səsləndirmək üçün qalmışdı. Bugün yenə də qonağımızın icazəsi ilə, hələ ki təqdim etmirəm, biraz intizarda qalın. Qonağımızın icazəsi ilə sizin istədiyiniz musiqilərin fonunda söhbətlər edəcəm. Ona görə nömrələrimizi xatırlatmaq istəyirəm. 012 510 32 78 077 800 0104. Təkrar edirəm. 012 510 32 78 və mobil nömrələrdən WhatsApp üzərindən ismarıcılar üçün 077 800 0104. Biz başladıq. Keçən həftə bir retro musiqi həvəskarı dinləyicimin istəyi ilə Baloğlan Əşrəfovdan bir nəğmə arzusu var idi. Respublikamızın əməkdar artisti bizə Sənin vüqarın mənəm söyləyəcək bir Bəxtiyar Vahabzadə sözləridir. Dinləyirik, ardından isə dərhal studiyadayıq və qonağımı sizə təqdim edəcəm. Çağında qəlbə yağan qar nədir? Ömrüm bahar çağında qəlbə yağan qar nədir? Sevibsənsə sevgilim, səndə bu qar nədir? Sevibsənsə sevgilim, səndə bu qar nədir? Bütün arzularına zirvə mənəm, son mənəm. Bütün arzularına zirvə mənəm, son mənəm. Bu qarı neynəyirsən, sənin qarın mənəm. Bu qarı neynəyirsən, sənin qarın mənəm. Hara, eşq hara, sevənlər məndən demə. Hara, eşq hara, sevənlər məndən demə. Sevənlər eşq oduna alışıb bitməz müddət. Sevənlər eşq oduna alışıb bitməz müddət. Bütün arzularım
artisti, mərhum sənətkarımız Baloğlan Əşrəfovun ifasında Sənin vüqarın mənəm nəğməsini dinlədik və biz davam edirik. Qeyd etdiyim kimi bugün fərqli bir qonağım var. Bugün qonağım yazıcı Mirhicab Abdullayevdir. Mirhicab bəy, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm, minnətdaram. Mən də bizi dinləyən, bizə qulaq asan bütün tamaşaçıların hər birini salamlayıram. Hər birinə çox sağ ol deyirəm. İnşallah saat yarım ərzində milli musiqilərin fonunda sizin yaradıcılığınızdan danışacağıq. Sizin qələmi əlinizə aldığınız o günə gedib bu günə gələcəyik ki, necə oldu? O gündən bu günə bir yol keçmisiniz. O yolda nələr yaşandı, nələrlə qarşılaşdınız? Əziz dinləyicilər, anonsda da qeyd etdiyim kimi Mirhicab bəyin yenicə 2 cildli kitabı işıq üzü görüb, Əks Qütblərin Dostluğu adlı kitab yenicə işıq üzü görüb və biz bu günləri bu kitab haqqında doyasıya söhbətlər edəcəyik və necə oldu ki, bu kitab yazıldı? Necə oldu ki, Mirhicab bəy məhz qələm əhli olmağa qərar verdi? Necə oldu ki, yazıcı olmaq düşüncəsində oldu və bir insanın duyğularını bəyan etməsi, bir insanın duyğularını başqaları ilə bölüşməsi o qədər də asan bir şey deyil. Mirhicab bəy ilə ilk sualla deyirəm, gözlətmədən sizi də dinləyiciləri də başlayım söhbətə. Amma xüsusilə qeyd edim ki, bugün Mirhicab bəy ilə yaradıcılıqdan, ədəbiyyatdan danışacağıq, amma təbii ki, bizə musiqi lazımdır. Və dinləyicilərimizin istəkləri ilə bugün musiqi axınını bərabərcə tərtib etmiş olacağıq. Eyni zamanda Mirhicab bəyin sevdiyi bir sənətçinin də ifasını bugün səsləndirmiş olacağam. Mirhicab bəy, öncəliklə bilmək istəyirəm. Kimdir Mirhicab bəy? Harda doğulub? Necə böyüyüb? Mirhicab Abdullayev 1987-ci ildə Ağsu rayonunun Pirəsənli kəndində dünyaya göz açmışam. Buradan Ağsu rayonuna ailəniz başda olmaqla hər kəsə salamlarımızı çatdıraq. Dostlarımıza da salam olsun. Buyurun. Çox sağ olun. 11 illik məktəbi həmin kəndin orta məktəbində bitirmişəm. Ondan sonra 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul oldum. 4 il həmin universitetdə tələbə kimi təhsil aldıqdan sonra 1 illik həqiqi hərbi xidməti başa vurdum və 2010-cu ildən də dövlət qulluğu məsələləri üzrə mərkəzi komissiyanın elan etdiyi müsabiqəni müvəffəqiyyətlə yerinə yetirdikdən sonra dövlət qulluğuna qəbul olmuşam və elə o vaxtdan da bu günə kimi 15 ildir ki, dövlət qulluğunda fəaliyyət göstərirəm. Bir dövlət qulluqçusu, bir iş adamı, bir iqtisad universitetini bitirmiş, iqtisadiyyat üzrə təhsil almış bir insan. Ədəbiyyata olan sevgi hardan gəldi? Yəni uşaqlıq illərinizdə ədəbiyyatla aranız necə idi? Çox gözəl sualdır Sona xanım. Mən uşaqlıqdan hər zaman ədəbiyyata, yaradıcılığa böyük sevgim olmuşdur. Bəlkə də elə bu sahə üzrə də çalışmaq istəyirdim. Sadəcə olaraq 10-cu, 11-ci sinifdə oxuyanda bəlkə də anamın təkidi iləmi olsun, ikinci qrupa iqtisadiyyata daha çox adam sənədlərini verir. Və mən də elə oldu ki, elə bir anlıq dəyişərək fikrimi İqtisad Universitetinə sənədlərimi verdim. Yəni belə anladım ki, ilk öncəsində ədəbiyyat sahəsinə, incəsənət sahəsinə yönəlmək istəyirsiniz. Bəli, hər zaman istəmişəm ki, o sahədə olum. Sadəcə olaraq elə 11-ci sinifdə deyim ki, bir anlıq fikrim dəyişdi. Bu çox kritik bir zaman idi. Yəni artıq bir istiqamətə yönəlmiş birinin fikrinin dəyişməyi və risk idi. Bəli, dedilər ki, elə bu sahə daha rahatdır, riyaziyyat üzrə hazırlaşmaq. Belə və mən də anam da müəllimə olduğu üçün belə təklif elədi. Mən də elə o vaxtdan sonra sənədlərimi verdim və qulaq asdım. İqtisad Universitetinə girdim və ondan sonra dövlət qulluğu, fəaliyyət və istər-istəməz ədəbiyyatdan biraz uzaqlaşdım. Tamam. Amma deyirsiniz ki, ədəbiyyata bir sevgi var idi. Bəli. Məktəb illərində, uşaq yaşlarında bir el dili ilə deyəcəm. Cızma qaralar var idimi? Nəsə yazırdınızmı? Yox, yəni sadəcə əsərlər oxuyurdum. Misal üçün, bədii ədəbiyyatı sevirdiniz. Bəli, bədii ədəbiyyatı. Çünki mam özü də kitab oxuyan olubdu, yəni anam da. O da hər zaman bizə bədii ədəbiyyatı tövsiyə eləyirdi. Evimizdə kitab şkafı vardı ki, orada kitabları oxuyurdum və bu şəkildə əslində yazıçılığa, məsələn ədəbiyyat əsasən bir şeirlik fəaliyyəti var, şairlik, biri var yazıçılıq fəaliyyəti var da. Mən də əsasən əsərlərdim. Məsələn, tarixə aid kitablar, Xudafərin körpüsüdür, Çaldıran döyüşüdür. Ən çox Azərbaycan ədəbiyyatı yoxsa dünya ədəbiyyatına meylli idiniz? Məktəb vaxtı Azərbaycan ədəbiyyatı. Ən çox sevdiyiniz yazıçı kimdir? Ən çox sevdiyim yazıçı.
tarixə aid Fərman Kərimzadə. Aman Kərimzadə. Bəli. Demək ki, siz belə deyim, döyüşkən ruhlu, mübariz, bu tipli qəhrəmanların olduğu bədii ədəbiyyatlara meyilli idi, sevirdiniz. Və içinizdə də bir Azərbaycanlı ruhu idi bu. Bəli. Təbii ki, yəni çünki hər bir Azərbaycanlının xüsusən də 80 neçənci illərdə doğulan, 90-cı illərin uşaqları deyək də, bizlərin xüsusilə bir vətənpərvərlik ruhuna, mübarizlik ruhuna bir həvəsimiz, istiqamətimiz vardı. Çünki yaralı bir ölkənin vətəndaşıydıq. Şükürlər olsun ki, bugün tam bir ölkənin vətəndaşlarıyıq, qalib ölkənin vətəndaşlarıyıq, bütöv Azərbaycanın vətəndaşlarıyıq, zəfər çalmış bir ölkənin vətəndaşlarıyıq. Çox şükürlər olsun bugünə. Necə oldu ki, məhz Əks Qütblərin Dostluğu adlı kitabın ilk misralarını qələmə almaq qərarına gəldiniz? Mən hər zaman, yəni bu yeni bir əsər yazmaq, yaradıcılığa gəlmək haqqında fikirləşirdim. Sadəcə olaraq iş fəaliyyəti, birinci gündən 5-ci günə kimi olan iş fəaliyyəti, altı bazarlar, ailə məsələləri və s. ailə ilə bağlı və vaxt yox idi, zaman yox idi ki, mən başlayım bu əsəri yazma, hər hansısa yaradıcılığa başlayım. Sözünüzü burada kəsəcəm, üzr istəyirəm. Mən çox sevirəm ki, anında gələn sualları verim. Bax deyirsiniz, iş fəaliyyətindən zaman yox idi. Bu duyğu mənə çox tanış bir duyğudur. İnsanın özünə zaman yetirə bilməməsi işlə əlaqədar olaraq. Yaxşı, bax o içinizdəki o duyğu ki var ha, vaxtım yoxdur, amma içimdə bir duyğu qaynayır. Mən istəyirəm o qələmi əlimə alım. Bax o anlarda nə hiss eləyirdiniz? Mən duyğularınızı bilmək istəyirəm. Sıxılırdım. Yəni istəyirdim ki, başlayım, istəyirdim ki, yazmağa başlayım, ürəyimdən keçənləri qeyd eləyim. Mən bir şey də qeyd eləmək istəyirəm, Sonan xanım, mənim bəlkə bir 9 ildir, 8 ildir, 3 dənə demək olar ki, bloknotdur ki, biri mənim evdə olur hər zaman. Qeydiyyat kitabçası. Biri işdə olur, biri də ki, maşında olur. Mənim hər an düşüncəmə gələn fikirlərin hamısını orada qeydiyyatına aparıram və ruçka ilə qeyd edirəm onların hamısını. Təsəvvür edin ki, o kitab üçü də dolub. Mən prosto başlamağa demək olar ki, özümdə bir güc tapa bilmirəm. Məndə bir fikir yarandı. Xüsusən bu gündəlik yazan, gündəlik dəftər tutan insanların xüsusiyyəti. Heç belə bir adətiniz olubmu ki, gündəlik qeydlər apardınız, gündəliyiniz olsun? Mən gündəlik qeyd aparmıram. Mən sadəcə olaraq, misal üçün, sizinlə qarşılaşdım, tutaq ki, siz hər hansısa bir fikir səsləndirdiniz, o fikir ki, mənim düşüncələrimə xoşuma gəlir, nəsə mən orada qeyri-adi fəlsəfi duyğular hiss edirəm, mən onları tez qeyd eləyirəm və onu istəyirəm ki, əsərdə, hər hansısa mənə lazım olacaq, onu qeyd edirəm. Gündəlik, misal üçün, bu işi gördüm, tutaq ki, Şəhriyarla gəldim, sizlə belə, onları yox, onların qeydini aparmam. Maraqlı bir şey mənim düşüncəmə, xoşuma gələn, o tez, misal üçün... Dinləyicilərə xüsusilə qeyd edim ki, Şəhriyar bəy, Mirhicab bəy ilə bu yolda bərabərcə addımlayan, doğması da əzizidir, bizim də əziz dostumuzdur. Salam olsun Şəhriyara. Mirhicab bəy, yazılmamış qanunlar var, reklamın zamanı gəldiyi zaman sözümüzü yarımçıq saxlamalı oluruq. Qısaca reklam arasına ayrılırıq, ardından isə dərhal davam edəcəyik, sözümüzü unutmuruq. Necə oldu ki, yazmağa başladı? Sualım bu şəkildə idi. Sona ilə milli musiqi davam edir. Biz davam edirik və saat 6 deyirəm, amma bilirsiniz də, heç vaxt qaydalara əməl etmirəm. Bərabərik milli musiqinin fonunda bugün yazıcı Mirhicab Abdullayev qonağımdır. Qeyd edim ki, Əks Qütblərin Dostluğu adlı kitabı yenicə işıq üzü görən yazıcı ilə onun bu sənətə, yazıya, qələm əhli olmağa gəldiyi yoldan və o ilk gündən bu günə qədər olan keçən dövrdən baş verənlərdən danışacağıq. Amma bilirsiniz ki, Sona ilə milli musiqi proqramını dinləyirsiniz. Aparıcınız mənəm Sona Bayramova və milli musiqilərin fonunda olacaq söhbətimiz. Elə istəyirəm ki, qonağımın da çox sevdiyi bir xanəndənin ifasını səsləndirim. Dinləyək, ardından isə buradayıq. Mirhicab bəy, bilirsiniz ki, sözün qüdrəti nə qədər böyükdür və söz çox, belə deyək, saysız hesabsız bacarıqlara malikdir. Söz insanı ucalda bilir, söz insanı heç edə bilir və sözlərin gücü, cümlələrin gücü həyatları idarə edir. Mən sizin də sevdiyiniz, mən az öncə sual verdim musiqi arasında Mirhicab bəyə, xanəndələrdən kimdir? Dedim, Mirələm Mirələmovu çox dinləyirəm. Əziz dostuma salam olsun buradan. Mən də Mirələm Mirələmovu çox dinləyirəm və onun ifasında bir nəğmə var ki, salamlayırıq. Bir nəğmə var ki, onun ifasında, o nəğməyə xüsusi bir sevgim var. Sözləri o qədər
bir başqadır ki, nəğmə Yaşa məni adlanır və istəyirəm bərabərcə dinləyək bu nəğməni. Elə sözlərin sehrinə düşərək təzədən ədəbiyyata tərəf yol alaq bərabərcə. İfa edir Mirələm Mirələmov, Yaşa məni söyləyir. Gör necə dincim dayanmışam, gəl özün oxşa mənim. Bəlkə qaya, bəlkə daşan, döndər qızı quşa mənim. Sən tam arzu, mən tam arzu, mən acam, sən dadlı ruzu. Sən mədrasan, mən axar su, çıx qayaya, daşa mənim. Sən tam arzu, mən tam arzu, mən acam, sən dadlı ruzu. Sən mədrasan, mən axar su, çıx qayaya, daşa mənim. Sən yazsan, mən qarlı qışam, yazı qışa daşımışam. Bəlkə mən hiç yaşamışam, sən ömrüm ol, yaşa mənim. Sən yazsan, mən qarlı qışam, yazı qışam, daşımışam. Bəlkə mən pis yaşamışam, sən ömrüm ol, yaşa mənim. Sən ömrüm ol, yaşa mənim. Sən tam arzu, mən tam arzu, mən acam, sən dadlı ruzu. Sən mədrasan, mən axar su, çıx qayaya, daşa mənim. Sən tam arzu, mən tam arzu, mən acam, sən dadlı ruzu. Sən mədrasan, mən axar su, çıx qayaya, daşa mənim. Sən yazsan, mən qarlı qışam, yazı qışa daşımışam. Bəlkə mən hiç yaşamışam, sən ömrüm ol, yaşa mənim. Sən yazsan, mən qarlı qışam, yazı qışam, daşımışam. Bəlkə mən pis yaşamışam, sən ömrüm ol, yaşa mənim. Sən ömrüm ol, yaşa mənim. Xəlil Rza Ulutürkün sözləri ilə Ağasəlim Hünhanoğlu'nun musiqisi ilə Mirələm Mirələmov Yaşa məni söylədi və həqiqətən də bu nəğmənin sözlərində bir başqa aləm var. Qeyd edim ki, qonağım yazıcı Mirhicab Abdullayevdir. Mirhicab bəy, söhbətimizə qaldığımız yerdən davam edək. Buyurun. Necə oldu ki, məhz qələmi əlinizə alıb yazmaq qərarına gəldiniz? Dediniz, işlərin çoxluğu idi və içimdə bir duyğu var idi, özümə vaxt ayırmaq istəyirdim. Sonra nə oldu? Təxminən 8 il bundan qabaq mən bir yerdə və daha səmimi olaraq da deyim ki, mən özüm də bir dələduzluq hadisəsinin qurbanı oldum. Mən özüm də, yəni və bu hadisəni mən araşdırmağa başladım və araşdırdıqca da daha dərinliyə getdim və dərinliyə getdikcə də mənə çox düşündürən bir ssenarinin şahidi oldum. Həqiqətən də gördüm ki, insanların etibarından sui-istifadə edilərək, onlara psixoloji cəhətdən təzyiq göstərilərək müəyyən qruplar vasitəsilə müəyyən oyunlar oynanılır.
Təbii, Mən, xəbərlər proqramlarında daim göstərilirdi bu mövzular ki, az yaşlı uşaqların xüsusilə ziyan edə biləcək bəzi platformalar mövcud idi və siz də bu hadisələrlə qarşılaşdınız. Bəli, Bu da sizə təsir qarşılaşdıq. etdi. Bu mənə təsir etdi, çox təsir etdi həqiqətən də bu hadisə. Və bundan sonra da mən düşündüm ki, insanları maarifləndirmək lazımdır bu məsələ ilə bağlı. İnsanlar bəzi hadisələrlə bağlı şahidi olsalar, bilsələr, daha maariflənmiş olsalar, bunlardan istər-istəməz müəyyən qədər qorunmuş olarlar, Və qorunarlar. təbii ki, ədəbiyyatın və incəsənətin də bu işdə gücünü hər birimiz bilirik. Bəli, bəli. Bunun üçün də Mirzə Fətəli Axundovun yazdığı 6 dənə komediyadır. O həmin dövr üçün yazılmış 6 komediyadır ki, bu komediyalardakı insanları müəyyən qədər ayırtmaq üçün xidmət edirdi. Onların müəyyən qədər qəflət yuxusundan oyanmasına xidmət edirdi. Mən də bir növ burdan bu ssenari mənim düşüncəmdə qaldı və elə oldu ki, günlərin bir gündə bizdə işlədiyim orqanda nəzarət postları olur ki, biz bu posta cəlb olunan zaman bizim boş vaxtlarımız olurdu. Həmin boş vaxtların birində mən elə bir anlıq dedim ki, niyə görə elə o gün bu gün olmasın, elə bu başlamaq, elə bu əsəri yazmaq, elə bu gün olmasın. Bir anlıq özümə bunu elə iddialı şəkildə söylədim. Bilirsiniz də qalibiyyətin elə ən böyük hissəsi qərar verib başlamaqdır. Bəli, bəli. Deyir, işə başlamaq, işin yarısını görmək deməkdir. Belə bir söz də var. Mən elə dedim ki, başlayacağam. Keçdim yolu o tərəfə və 100 vərəqlik dəftər alaraq, bir dənə də qələm və gəldim başladım yazmağa. O yazmaq və yazdıqca istər-istəməz 3 dənə dediyim kimi, əvvəldə dediyim kimi bloknot var. Bunları köçürtmək, hadisələr daha da genişlənir, ssenari böyüyür, ürəyim doludur. 38 yaşım var. Ədəbiyyatı sevən bir adam indiyənə kimi heç vaxt yazmamışam. Bəlkə də ürəyim sözlə daha çox doludur. Buna görə əsər günü-gün genişləndi, istər-istəməz. Bu personajları yazdıqca sözlər Bir daha da haşiyəyə genişləndi. çıxım. Buyurun. Deyirsiniz 38 yaşım var, sözlə ürəyi dolu bir insan. Bəli. Ümumiyyətlə xarakter olaraq necə birisiniz? Yəni ürəyinizdəki sözünüzü yaxın bir dostunuzla bölüşə bilən birisinizmi, yoxsa sözü ürəyində saxlayan birisiniz? Əvvəllər daha çox bölüşürdüm, amma yaş ötdükcə insan daha da kamilləşir, Və daha insanları tanıyır. və insanları tanıyır və onun üçün də istər-istəməz bəzi şeyləri məcburən bölüşməmək qərarına İnsanları gəlirsən də. tanıdıqca tənhalığımı sevirəm deyə bir məsəl var. Bəli, həqiqətən də bəli. Bu fikirdə olanlardansınız. Bəli. Və bu tənhalığı sevərək, bölüşmədən Üzr yaşamaq. istəyirəm Son xanım. Mən bütün bunların hamısını bir növ insanların o tənha olmağıdır, insanların hadisələrə bu cür reaksiya. Mən bütün bunların hamısının daha biraz da misal üçün məşhur şairimiz Bəxtiyar Vahabzadənin Müəllim şeirində dediyi gözəl bir dənə söz var, beyt var. Deyir ki, məktəbi hər şeydən üstün millətin hər işdə, hər yerdə zəfəri haqqdır. Mən təhsilsizliklə, yəni insanların çoxunun oxumağa qarşı biraz elə bir ki, kənarda durması ilə bağlayıram ki, onlar hamısı insanların bir növ sünniliyə gətirir, insanları bir növ deyim sizə ki, səmimi olmamağa gətirib çıxardır. Çünki təhsil olan insan, təhsili olan və təhsillə də bağlı məşhur türk professoru Cəlal Şəngörün bir gözəl fikri var. Deyir, 5-ci, 6-cı sinifə kimi ibtidai təhsil məcburi olmalıdır. Bunu azad kiminsə xoşuna buraxmaq olmaz ki, bu olacaq, bu oxusun, bu öz xoşuna bu. İbtidai təhsil məcbur olmalıdır. Və ulu öndərimizin də söylədiyi kimi təhsil millətin gələcəyidir. Bəli, bəli, əlbəttə ki. Mən və siz qeyd etdiniz ki, o qərarı verdiniz, 100 vərəqli dəftər və bir qələmlə bu yola başladınız. Bəli. İndi mən qısaca olaraq dinləyicilərimə istəyirəm balaca bir məlumat verim. Qeyd etdiyim kimi İki Qütblərin Dostluğu adlı kitab işıq üzü gördü. Kitab 2 cilddən və 7 hissədən ibarətdir. 6 deyə bir dənə Altı vərəq deyək o də zaman. orada nəticə çıxır Tamam, axırıncı. sonluq Hə, olsun bəli. o. 2 cilddən ibarətdir və Mirhicab bəy çox maraqlı bir ad seçib bu kitaba. Əks qütblərin dostluğu. Təbii ki, 300 vərəqli dəftər yazılır deyə bildirdiniz. Qeyd edim ki, kitab 1200 vərəqə 1100 yaxındır. səhifə, 1100 Aha, Hər səhifədir. 2 cilddir, yəni 600. Amma qalın bir hadisələr kitabdır. çox sürətli şəkildə cərəyan olunur. İstəmirəm hələ Hə. hadisələrə girək, çünki Hə. hələ mənim bir neçə sualım var. Yaxşı, Ondan sonra buyurun, buyurun. əsər haqqında Buyurun, danışacağıq. Adı seçmək
Əks qütblərin dostluğu. Asan oldu yoxsa sizə çətin oldu? Əvvəlcə qeyd edim əziz dinləyicilər, yəni bu əsərdə adından da göründüyü kimi iki bir-birinin əksi olan insanın dostluğundan söhbət gedir. Və bu personajların, baş obrazların birinin ismi Mirayaz, digərinin ismi isə Atabərkdir və onu düzdür, biraz irəliləyən dəqiqələrdə sual verəcəm, amma qoy məlumat kimi bir tiyo deyir türklərdə, bir tiyo kimi söyləyim ki, Mirayaz əksər hallarda Mirhicab bəyin prototipidir. Yəni xasiyyət bənzərlikləri var, özündən yola çıxaraq qeydə alıb Mirayaz obrazını. İndi sadəcə olaraq bilmək istəyirəm. Əks qütblərin dostluğu adı. Öncə admı doğuldu, yoxsa əsər bitdiyi zamanmı bu ada qərar verdiniz? Mən əsəri yazmağa başlamışdım. Hələ əsərin adı barədə heç düşünməmişdim, fikirləşməmişdim. Bu əvvəldə də dediyim kimi o motiv var idi ki, həmin motivdən yola çıxdım mən və o motivdən yola çıxdıqda istər-istəməz personajları yaratmalıyam və belə bir personaj var idi mənim düşüncəmdə və mənim müəyyən qədər tanıdığım, yaxınlığımda olan bir adam idi ki, bunu mən Atabərk prototipini ilk öncə yaratmağı düşündüm. Yəni orada Mirayaz prototipi yox idi. Yəni ilk öncə Atabərk haqqında tək bir dənə başrol qəhrəmanı olacaqdı. Düşüncələrimdə bu idi ki, bəli, öncə Atabərk olacaqdı və onun əsasında onun həyatından bəhs edəcək bir əsər olacaqdı. Yəni əsas bu idi. Ancaq əsərdə yola çıxdıqca, yenə də dediyim kimi, bayaq kimi, yəni 38 yaşında ürəyim sözlə dolu olduğu üçün və o əsəri oxuyanlar yəni bilirlər ki, orada tək çox mövzular var da, yəni cürbəcür sevgi mövzusu da var, psixologiya da var, fəlsəfə də var, elm də var, fizika da var, nə bilim, yəni bir kənddə cərəyan edə biləcək bütün hadisələrdən yola çıxaraq. Kənddən deyil, hadisələr Bakı şəhərində çox cərəyan edir. Mən başqa şey deyirəm. Bir kənddən yola çıxaraq, yəni o kənddə doğulan iki insanın yaşaya biləcəyi bütün hadisələr bu kitabda öz əksini tapır. Bəli, elə bir məktəbə getdikləri vaxtlarından 6 yaşlarından 40 yaşlarına kimi bu iki Mirayaz və Atabərkin qarşılaşdığı, onların ətrafında olan insanlar və bunlara uyğun olaraq da, yəni prototiplərdir ki, bəli, onun əsasında mən o əsəri başladım və avtomatik olaraq gördüm Atabərk obrazı ilə tək mən bunu öz fikirlərimi, yəni yekunlaşdıra bilməyəcəm. O zaman ona görə məcburən də o zaman belə deyim, siz artıq Atabərk obrazında sizin kimi tək qaldığını hiss elədiniz və dediniz ki, Atabərk biraz insanlara güvənsin, sizdən fərqli olaraq, insanları elə Mirayaz obrazı ilə bərabər tanısın. Bəli. Atabərk necə? Peşman oldu mu Mirayazı tanıdığına heç? Məncə çox gözəl bir əsərdir. Mən indi onu qoy oxucular oxusunlar və onlar qərar versinlər ki, həqiqətən də mən sadəcə olaraq düşünürəm ki, ssenari çox mükəmməl bir ssenaridir. Yəni oxucuların, yəni kitab oxuyanlar, kitabdan zövq alanlar, oxumaqdan zövq alanlar hamısının məmnun olacağı çox mükəmməl bir ssenaridir həqiqətən də. Birazdan biz kitab haqqında, mövzuları haqqında, kitabda baş verən, cərəyan edən hadisələr haqqında da danışacağıq, amma gəlin dinləyicilərimizin biraz ruhunu musiqiyə kökləyək. İmdad bəy bizə yazır ki, Mənsum İbrahimovdan bir nəğmə istəyir. Dəyərli sənətkarımız, xalq artisti Mənsum müəllimdən bir nəğmə dinləyək, ardından isə yenidən buradayıq. Gülşənə vardı, çiçəklər güldü, sevdalı bülbüller salama geldi, salama geldi.
düşüb xırlama gəldi. Perişan zülfünü ağıttın üzər, seyretti her telim sanki bir güzel, sanki bir güzel. Gördüler karışmış gece gündüzler, ölüler neşeden dünyama geldi. Gördüler karışmış gece gündüzler, ölüler neşeden dünyama geldi. Ölüler neşeden dünyama geldi. Ölüler neşeden dünyama geldi. Ya deyledikçe ya deyledikçe vəslini yeymahı tələtim. Ağlar gözümde, ağlar gözümde, yadana döner aşk-ı həsrətim. Sensiz füzun oluyor gece gündüz fəraqətim. Ya sensiz füzun oluyor, sensiz füzun olur gece gündüz fəraqətim. Səbrim tükendi, yok qəm hicrana taqətim ay benim. Səbrim tükendi, yok qəm hicrana taqətim. Gel gel benim güzel meleğim, nazlı yafetim, nazlı yafetim. Gördüler karışmış gece gündüze, ölüler neşeden dünyama geldi. Gördüler karışmış gece gündüze, ölüler neşeden dünyama geldi. Ölüler neşeden dünyama geldi. Ölüler neşeden.
Respublikamızın xalq artisti, dəyərli sənətkar Mənsum Əlim İbrahimovu dinləyirdik. Salama gəldi, söylədi. Ramiz Mirişli bəstəsi idi, Hüseyn Cavid sözlərinə və hər kəs bir mənalı şəkildə bilir ki, mənim dinləyicilərim, mən bu nəğmənin vurğunuyam, dəlisiyəm və çox sevirəm. İnşallah ki, siz də bəyəndiniz bu nəğməni Mirhicab bəy. Bəli, çox gözəl nəğmədir. Qeyd Həqiqətən də edim çox ki, xoşum gəldi. hal-hazırda qonağım yazıcı Mirhicab Abdullayevdir və biz qaldığımız yerdən söhbətimizə davam edirik. Qələmi əlinə aldı və Əks Qütblərin Dostluğu adlı kitabın ilk personajları doğuldu və Atabərk doğuldu. Qeyri-adi bir isim sahibidir bu obraz, bu personaj və əsər davam etdiyi müddətcə də məhz bu adla bağlı başına olmazın macəralar da gəlir. Bəli. İstəyirəm ki, elə kitabın ilk hissəsindən danışmağa başlamamışdan öncə sizə bir sual ünvanlayım. Buyurun. Ayıbsız dost axtaran dostsuz qalar. Belə bir slogan altında kitabı çap etmisiniz. Yəni əsərin adının altında kiçik hərflərlə bu cümlə qeyd olunub. Ayıbsız dost axtaran dostsuz qalar. Nə demək istəyirsiniz? Yəni dostluq edirsənsə, dostunu hər halı ilə mı qəbul et? Çünki xüsusi qeyd edim ki, Mirayaz və Atabərk obrazları bu əsərdə dinləyicilərimizə məlumat üçün olsun ki, maraq yaransın bu kitabı oxumaq üçün, əldə etməyə istəsinlər. Bu iki obraz uşaqlıqdan yetkinliyə qədər, gəncliyə qədər dostluq edirlər və dostluq edən bu iki obraz tamamilə bir-birinə zidd olan həyat tərzində və düşüncə tərzindəki insanlardılar. Yəni nə demək istəyirsiniz bu loqo ilə, belə deyək ki, yəni dostluğun hər halını qəbul et ki, dostluq etməyi bacarasan? Bəli, belə də demək olar, Sona xanım. Yəni adından göründüyü kimi əsərdə Mirayaz və Atabərk ayrı obrazlar, ayrı həyata fərqli atmosferdə həyatlarına davam etsələr də, onları hər hansısa bir cəhət birləşdirir. Məsələn, orada da sual, elə başlanğıcda da bir sual var ki, hansı cəhət deyir, bizi birləşdirir, deyir hansı cəhət və bunlar və ona görə də həmin loqoda, yəni onunla bağlı yazılır ki, birləşdirən? O əsərin axırında oxusunlar da, o cavab tapılır da. İstəmirik cavabı, İstəmirəm cavabı demək. Bəli, özləri baxır Aha. ki, iki dənə fərqli insanı hər hansısa bir xüsusiyyət birləşdirir. Və özləri tapır bu cavabı. Hadisələr Özləri cərəyan tapırlar. etdikcə. Elə əsər başlayır ki, onlar ikisi gəzirlər, tutaq ki, bulvarda. Bulvarda gəzəndə o deyir ki, sənin və özümün həyatımdan bəstəcək bir roman yazım, Atabərkə deyir. Atabərk də deyir ki, sən can qoy oturmuşuq yerimizdə. Mənim olsa həyatım, yəni düzgün həyat deyil də, belə nə bilim belə. Olar ki, heç yazmayasan. Bu da deyir, yox da, möhtəşəm bir əsər yazacağam, belə eləyəcəm. Və axırda onu ikinci cildin sonunda elə bir ki, o sual, başda başlayır onunla kiçik bir hissə. Ondan sonra əsər onların balacalıqlarından ta o sual tapılır, cavab, əsəri oxuya-oxuya oxucular o suala cavab tapmış olurlar. Bəs Mirhicab bəy necə? Deyəndə ki, mən bütün yaşananlardan, qarşılaşdığım bəzi dələduzluq hallarından yola çıxaraq bir əsər yazacağam deyəndə, onun ətrafındakı insanlar ona necə qarşılıq verdilər? İnsanlar vallah nə bilim, belə bəziləri inandılar, bəziləri güvəndilər ki, möhtəşəm, yaxşı bir əsər ola bilər. Bəziləri dedilər ki, tənqidlər də oldu ki, inanmırıq, sən indiyənə kimi əsər yazmamısan. Məsələn, təqdimat mərasimində Ziyafət qardaşım, deyəsən, ARB-nin əməkdaşı dedi ki, birinci kitabınızdır. Dedim, bəli, birinci kitab 2 cild. Bəli, bu çox maraqlı məqamdır. Belə iddialı bir balaca yazardın, hekayə yazardın, bir balaca sujet verərdin, sonra 2 cild birdən-birə. Dedim, yəni mən inanıram, iddialıyam ki, əsər həqiqətən də gözəl əsərdir. Oxucu kütləsinə çatacaq inşallah. Bəli. O bayaq siz də qeyd etdiyiniz kimi bu əsərdə oxuyan oxucu orada olan hər bir elə bir yaşayacaq. Orada olan hər hansısa bir hadisəni öz həyatı ilə o oxucu bağlayacaq. O görəcək ki, özü də o həyatda həmin hadisə ilə qarşılanıb. Orada məsələn 4 qardaş obrazı var ki, məsələn Mirayazın 4 əmisi, atası və 3 əmisi də 4. Məsəl üçün o 4 qardaş həyatda özlərinə
daha mükəmməl, daha möhtəşəm. Orada sonra Mayer Rothschild, indiki Rothschild nəslinin Mayer Rothschildin 4 oğlundan da bəhs olunur ki, o 4 oğlun böyüdüb hərəsini bir ölkəyə göndərir, hər bir yerə göndərir və onlar indiki məşhur Rothschildlər nəslinin əsasını qoyur. Amma bu 4 qardaş heç nəyin üstündə münasibətləri yaxşı gətirmir. Yəni cəmiyyətə bir növ siqnal vermək istəyir yazıçı ki, yəni bugünkü bizim cəmiyyətimizdə var da insanlar heç nəyin üstündə qardaş qardaşla küslü Bəli. olur, bacı bacı ilə küslü Dünya olur. malına görə. Dünya malına bəli. görə, inanın heç nəyin üstündə, yəni baxıb görsən iki qardaş neçə illərdir bir-birlərinin, yəni o dərəcədə bir-birlərinə kinlilik güdürlər ki, baxıb belə Düşmənçilik edir. bəli, bir növ yazıcı bununla cəmiyyətə çatdırmaq istəyir ki, yəni heç nəyin üstünə baxın, görün onlar indiki 300 illik, 250 illik məşhur nəslin əsasını qoyurlar. 100 neçə illik sən dəqiq tam deyə 100 bilmirəm. illiklər Hə, olur. onlar əslin əsasını qoyurlar. Amma burada məsəl üçün 4 qardaş əl-ələ verib birlik ola bilmirlər. Yəni bir ola bilmirlər. Məsəl yazıçı bunu çatdırmaq istəyir Yəni bir növ belə deyək cəmiyyətə. də, oxucuya biz səsləniş edək ki, bu şəkildə ki, bu iki cildlik 7-dir, amma 6 deyək də. 6 hissəlik bu əsərdə, bu iki gəncin həyat yolçuluğunda siz hər biriniz öz həyatınızdan bir nüans tapacaqsınız. Çünki real həyat hadisələri əsasında formalaşıb Bəli. məhz bu əsər. İstiqamətləndiриlərək bir sual ünvanlayacağam. Sizinlə söhbətimizdə təbii ki, proqramdan öncə bir neçə dəfə söhbətlərimiz olub sizinlə. Söhbətlərimizdə belə bir məqamı vurğulamışdınız ki, bir hadisə yaşamışdınız, hansı ki, ikinci cilddədir məhz bu hadisə, bir dələduzluq hadisəsi və o hadisə Beşinci əsas bölmə. 5-ci bölmədə, bəli, ana xəttini təşkil edir ki, bu əsərin doğulmağını. Oradan bəhrələnərək başlamışam. Sona ilə milli musiqi davam edir. Bəli, biz davam edirik və hal-hazırda qonağım Mirhicab Abdullayevdir, yazıçıdır. Qeyd edim ki, Mirhicab bəyin Əks Qütblərin Dostluğu adlı ilk kitabı yaxın günlərdə işıq üzü görüb və biz bu gün həmin kitabın işığına toplaşmışıq və biz bu gün o kitabın yaranma tarixini, o kitabın necə yarandığını və kitabın içindəkilərini müzakirə edirik. Mirhicab bəy, bilirsiniz ki, əgər bir məhsul, bir yaradıcılıq nümunəsi izləyiciyə, dinləyiciyə, xalqa, oxucuya təqdim olunursa, mütləq ki, geri dönüşlər olur. Yaxşı və ya pis. Və hər bir yaradıcı insan ortalığa bir məhsul qoyduğu zaman, bir yaradıcılıq nümunəsi qoyduğu zaman bu istər təriflərə, istər tənqidlərə açıq olmalıdır. Bəli, düzdür. Və bilmək istəyirəm, bu kitabdan necə geri dönüşlər aldınız? Nə dedi oxucularınız? Geri dönüşlərin ilki 2 cild olmağı ilə bağlı oldu. Məsəl üçün birinci cilddə qrammatik səhvlərlə bağlı. Qrammatik səhvlər, o da sonradan bildik ki, onu düzəldən formatda düzəldəndə müəyyən səhvlik gedib ki, onunla bağlıdır. O da növbəti tirajlarda mütləq aradan qaldırılacaqdır. Və xüsusi qeyd edeyim ki, Qrammatik. kitab çox yüksək keyfiyyətli şəkildə nəşr olunub. İstər üz qabığı, istər rənglənməsi, istər kağızın keyfiyyəti çox yüksək şəkildə tərtiblənib və çapdan çıxıb. Düzdür. Hamısı və əsasən də mən leksik mənaya, ssenariyə, orada olan fəlsəfi düşüncələrə, insanlara nəsə izah etməyə daha çox fikrimi diktə elədiyim üçün indi ola bilər ki, o qrammatik və o da redaktiyada da köçürdəndə olub birinci hissədədir, birinci cilddə, kitabın birinci cildindədir ki, o da inşallah qalxacaq. Sadəcə qrammatik səhvlərdir, xırda qrammatik səhvlərdir. Yəni bunu tənqid kimi eşitdiniz. Bəli, tənqid kimi bunu eşitdim və birincidən və çox, misal üçün hal-hazırki oxucuların çoxunun kitab oxumağa da çox elə həvəsləri yoxdur. Misal üçün 2 cild olmağı onları əsəbləşdirir Uzun ki, olmağı, bəli, deyir bir cild mən olsun, oxuyum, tutaq ki, bir cildi tez qutaram. Yəni 2 cildə mənim səbrim çatmır onu oxumağa. Amma kitabın yazılış dili oxunuş üçün çox rahatdır. Bəli, Hadisələr sürətli cərəyan edir. Siz bu kitabda təsvirlərdən az istifadə etmisiniz. Demək olar ki, yoxdur. Çünki sanki dialoqlarla üz-üzəyik ancaq. Çünki bununla da bağlı mənim bir iş yoldaşım vardı, cavan iş yoldaşımdır, çox savadlı bir oğlandı. Bununla bir dialoq yaşadım ki, bu kitabı yazdığım vaxtlar idi. Dedim, özün də buradan salamlayıram, Rüfət Allahverdiyev. Dedim ki, kitab oxumusan indiyənə kimi?
Dedi bir dəfə dedi Fyodor Dostoyevskinin Cinayət və Cəza əsərini əlimə aldım. Bir 20 vərəq oxumuşdum ki, əsəbimdən kitabı tulladım yerə. Bu söz mənim istər-istəməz tutdu deyənə. Təsvirlər yorub Təsvirlər oxucunu. yorub deyə yeni gənc nəsil təsvirləri əsərdə xoşlamır. Bir otağın içində olsun, burada şəkil var idi, burada qarşıda dayanmışdı, onunla üzbəüz digər personaj dayanmışdı. Bunları istəmir. İnteriyer və eksteryer təqdimatları yorur oxucunu. Bəli. Ona görə də bu əsərdə demək olar ki, təsvirlər yoxdur. Hadisələr sürətli şəkildə cərəyan olunur və əsas tənqidlə bağlı demək istəyirəm ki, mən dediyim Mirayaz obrazını öz prototipim yaratmışam və bəzi mənim yaxınımda olan, istərsiniz Mirayaz prototipim mənəmsə, Bəli. mənim də yaxınımda olan adamların müəyyən hissəsini burada personaj kimi vermişəm də, vermişəm, qeyd edirəm. O insanların etirazına onlar hamısı qarşılaşmısınız. oxuyarkən əsəri öz etirazlarını bildirirlər ki, mənim prototipimi sən orada tutaq ki, mənfi vermisən, biri deyir ki, orada mənim Yəni haqqımda özlərini düz görə biliblər. deməmsən və özlərini görürlər və müəyyən onlardan da müəyyən tənqidlər oldu. Amma mən buradan demək istəyirəm ki, həmin prototiplə bağlı olan bütün hər şey o demək deyil ki, orada bütün həmin adamla bağlı. Məsələn, orada Yadigar müəllim prototipi var ki, o həqiqətən də elə bir obrazı mən görüb ondan bəhrələnmişəm. Amma bu o demək deyil ki, onunla bağlı hər şey dəqiq o yaşamışdır. Xeyr, mən yazıçı olaraq orada şişirtmələrə də yol verirəm, aşağı da endirirəm, yuxarı da ki. qaldırıram personajı. Ümumiyyətlə, Fuad personajı obraz. var orada misal üçün, üzr istəyirəm. Fuad personajı mənim yaxın dostumda, axıra əsərin axırına yaxın onunla misal üçün aramız dəyir. Mən orada amma həyatda misal üçün yenə də yaxın dostumdur, birlikdəyik. Bunlar olur da yəni əsərdə. Ümumiyyətlə oxucu bir mənalı şəkildə bilməlidir ki, istər şairlərin, istər yazıçıların yaratdığı obrazlar heç bir şəkildə həyatın özü deyil. Onlar adı üstündə obrazdır. Bəli. Roldur, obrazdır və yaradılmışdır. Yəni eyni ilə köçürülmüş deyil. Bunu siz başa düşürsünüz də Sona xanım. Bəzi adamlara valla izah Ona görə eləmək oxuculara olmur. Bax, səslənək. məsələn, orada Seyid Səfər ağanın ölümü səhnəsi var ki, orada əsas Seyid Səfər ağa var ki, Mirayazın babası. bəli. Mən o səhnəni başqa bir yerdə görmüşəm. Yəni onun ölüm o cür necə o ölüm səhnəsində necə olur və onun o səhnəni burada canlandıraraq insanlara, cəmiyyətə nəsə demək istəmişəm, nəsə izah etmək istəmişəm. Bu o demək deyil ki, həmin insan da imenoy olduğu məhz o cürünə, yəni rəhmətə getmişdir. Bu elə demək deyil. Yox, belə deyim də, əgər bədii ədəbiyyat deyiriksə, ədəbiyyat nümunəsi deyiriksə, həyat olduğu kimi köçürmək demək deyil ki bu. Yaradıcılıqdır bu, yaratmaqdır bu və ortaya bir məhsul qoymaqdır. Və təbii ki, kitab sevərlər, ədəbiyyat sevərlər və ədəbiyyatın nə olduğunu bilən insanlar bunu bilirlər. Ədəbiyyatın nə olduğunu bilən insanlar da təəssüflər olsun ki, biraz azdır. Ona görə də Amma kitabı da oxuyan məhz ədəbiyyat sevərlərdir. Və çox istəyərik ki, oxucularımızın sayı çox olsun. Bir də bir məsələ var. Məsələn deyirlər, elektron kitab. Telefondan oxudum kitabı. Bu başqa bir şeydir. Amma kitabın qoxusunu hiss edərək o kitabı oxumaq bu tamam başqa bir şeydir. Tamamilə doğru. Bilmirəm, bəlkə mən bir ədəbiyyat sevərəm, bəlkə mən oxumağı sevən biri kimi, bədii ədəbiyyat oxumağı sevən biri kimi bunu deyirəm, bilmirəm, amma kitabın qoxusu, mən əminəm ki, kitab sevərlər bunu eynən bu şəkildə səsləndirir. Kitabın qoxusu bir başqadır. Bəli. Yəni kitabı sevmək bir başqadır. Mirayaz bəy, bir sual vermək istəyirəm sizə. Düzdür, siz kitabı açıqlamaq istəmirsiniz, amma yenə də təbii ki, ədəbiyyatda xətt hərəkət dediyimiz, sujet xəttinin inkişafı dediyimiz, məhz termin olaraq deyirəm. Yəni mən ixtisasca dramaturq olduğuma görə bu şəkildə də bildirim ki, yəni xətt hərəkət dediyimiz bir istiqamət var və xətt hərəkətində 5 nöqtəsi var. Başlanğıc, müəyyən qədər düyünlər, kulminasiya nöqtəsi, açılış və final. Əsərin düyünləri, kulminasiyası, finalı demirəm, açılışı nədən ibarətdir? Demirəm mövzunu sırf olaraq açasınız, amma oxucu hansı istiqamətə özünü kökləsin. Bəli, hara kökləsin özünü? Yəni ilk düyün atılma anı, yəni nə ilə düyünü atırsınız ki, məhz bu düyünün açılışını gözləsin oxucu? Orada Mirayaz obrazı misal üçün əvvəllər adından da göründüyü kimi Mir Ayaz Seyid bir nəslindəndir. O bir müddət sonra düşüncələri, fikirləri dəyişir. Kitablar oxuyur və dəyişir. Bir müddət sonra olur deist düşüncəli bir adam.
Aha, deməli əziz oxucular, dinləyicilər və oxucu olacaq olan dinləyicilər, düyün nöqtəmizi Mirayazın düşüncələrinin dəyişməsi üzərinə qururuq. Bəs bu düşüncələrin dəyişməsi hansı kulminasiya anını gətirib çıxarır? Və yenə deyirəm, bilirəm ki, açıqlama istəmirsiniz, ona görə açmıram. Sadəcə olaraq hissə-hissə keçək. Kulminasiya hara gətirib çıxarır? Atabəklə hər zaman bu mövzuda onunla bağlı fikir ayrılıqla düşürlər, mübahisələri olur. Atabək çünki əvvəlindən, yəni ateist təfəkkürlü bir adam olur, Atabək əvvəlindən. Mirayaz dindar olur və onunla hər zamanda mübahisəsi olur bununla bağlı. Və bir müddət sonra əsərin axırına doğru o artıq müəyyən qədər Atabərkin düşüncələrinə gəlir, yaxınlaşır düşüncələrinə. Bu düyün nöqtələrinin açılması deyə bilərikmi buna? Müəyyən qədər hədə yavaş-yavaş, bəli, yavaş-yavaş açılır. Və bayaq qeyd etdim ki, xətt hərəkətdə 5 nöqtə var, amma sonuncu nöqtəni soruşmayacağam, finalı soruşmayacağam. Bəli. Çünki bir oxucu olaraq deyirəm. Məsələn, oxucular kitabı əlinə aldığı zaman o arxa vərəqi açıb birinci son cümləni oxuyurlar. Mən heç bir zaman kitab oxuduğum zaman bu hərəkəti etməmişəm. Çünki mən sonunu bildiyim hekayələri oxumağı sevmirəm. Necə ki, həyatı yaşadığımız zaman sonunu bilmirik və yaşayırıq, maraq da elə bunun özündədir. Bəli. Mən sonunu bildiyim hekayələri sevmədiyim üçün heç vaxt oxumuram sonunu. Ona görə bu gün də final nöqtəsinin sualını sizə ünvanlamayacağam. Çünki unutmayaq ki, mən də bir oxucuyam. Azdan çoxdan kitab məndə var. Başlamışam da, maraqlanıram da. Təbii ki, çox qısa zamanda əlimdə oldu kitab və bitirə bilmərəm bu işlər. Siz demişkən, həftə içi 5 gün işin gücün çoxluğundan və həftə sonunda burada görüşə gəlirəm məhz dəyərli dinləyicilərimlə. Ona görə zaman-zaman bitəcək. Finalı soruşmayacağam. Birinci elə özüm üçün, daha sonra isə sizin oxucularınız üçün və dəyərli dinləyicilərim üçün. Qeyd etmişdim proqramın əvvəlində ki, musiqilər dinləyə-dinləyə biz söhbətimizə davam edəcəyik və biz söhbət edərkən, reklam arasında və musiqi axını gedərkən dəyərli dinləyicilərim, daimi dinləyicilərim telefon zəngləri edirlər. Əziz dinləyicilər, üzrlü sayın ki, biz bugün sizi efirə qoşa bilməmişik. Zakir bəy yenidən bizimlə əlaqə saxlayıb. Salam olsun Zakir bəyə. Təşəkkür edirəm. Yenə də tək qoymayıb, yenə də dinləyir. Və Zakir bəy Respublikamızın əməkdar artisti, dəyərli Sevinç xanım Sarıyevadan bir nəğmə istəyib. Zakir bəyin istəyini həyata keçirim. Daha sonra isə qaldığımız yerdən əsər haqqında söhbətimizə davam edək. Sevinç xanım bizə Elə baxma, gözlərinə göz dəyər söyləyəcək bir Ələkbər Tağıyev bəstəsidir və şairi unutdum, söyləyə bilmədim. İnşallah səhvimi düzəldəcəm. Elə baxma söyləyir, Ələkbər Tağıyev bəstəsidir.
Programımızın əməkdar artisti, dəyərli sənətkarımız Sevinç xanım Sarıyevanın ifasını dinlədik və az öncə şairin ismini unutmuşdum. Ənvər Rıza sözlərinə, Ələkbər Tağıyev bəstəsi ilə Elə baxma gözlərinə gözləyər nəğməsini dinlədik. Sevinç xanımı buradan salamlayıram və bir haşiyə çıxmaq istəyirəm, bir qeyd eləmək istəyirəm. Ayın 3-də, dekabr ayının 3-də Heydər Əliyev sarayında möhtəşəm bir Məhəbbət Kazımov gecəsi keçirildi və o gecədə Sevinç xanım Sarıyeva Asif müəllimin seçimi ilə Qalmışam yer ilə göy arasında nəğməsini səsləndirdi və mən Sevinç xanımın ifasında bu nəğməni eşidən zaman, daha doğrusu elan olunanda ki bu nəğməni səsləndirəcək, bir tərəddüdə düşdüm, bir qeyri-adi bir duyğulara büründüm ki, Sevinç xanımdan bu nəğməni eşitməyim qəribə gəldi mənə, amma möhtəşəm idi. Buradan bir daha söyləyirəm, Sevinç xanım, ürəyinizə sağlıq, səsinizə sağlıq, Asif müəllimin də ürəyinə sağlıq, seçimlərinə sağlıq, çox möhtəşəm idi. Salamlayıram hər iki sənətkarımızı və biz davam edirik. Sona ilə Milli Musiqi proqramını dinləyirsiniz. Hal-hazırda qonağım yazıcı Mirhicab Abdullayevdir. Mirhicab bəy, mən 2 cilddən ibarət olan Əks Qütblərin Dostluğu adlı yenicə nəşr olunmuş kitabınızla maraqlanarkən, vərəqləyərkən bir neçə yerdə şeirlər gördüm. Məşhur təbii ki şairlərimizin də şeirləri vardı burada. Səməd Vurğundan da, xalq şairi Səməd Vurğundan da misal gətirmişdiniz. Obrazınız şeir səsləndirmişdi və bir neçə yerdə də məhz sizin özünüzün də qələmə aldığı şeir hissələri var idi. Mənə çatan gizli məlumatlara görə siz qiraəti də sevirsiniz, şeir söyləməyi də sevirsiniz. Mənim proqramımda mənim dinləyicilərim şeir dinləməyi sevirlər. Mən də zaman-zaman şeir səsləndirirəm, bilirsiniz, çıxıb da sizin qarşınıza. İndi istəyirəm ki, sizdən Bəxtiyar Vahabzadədən bir şeir dinləyim. Ardından da mən Bəxtiyar Vahabzadədən bir şeir söyləyim. Necə fikirdir? Onlar çox gözəl. Mənim ən sevdiyim şairlərdən biridir Bəxtiyar Vahabzadə. Bəxtiyar Vahabzadə. Onun yaradıcılığından Yuxuluyam yuxulu şeiri sevdiyim şeirlərdən biridir. Buradan Bəxtiyar Vahabzadənin ailəsinə salamlarımı çatdırıram. Gəlini mənimlə əlaqədə olur, yazırlar mənə. Salamlar olsun, Salamlar. yaradıcılıq uğurları olsun hər kəsə və istəyirəm bir gözəl musiqi səsləndirib, musiqinin də fonunda sizdən o şeiri dinləyim. Ardından da dərhal mən səsləndirəcəm. Razılaşdıqmı? Bəli, bəli. Buyurun. Boşalıram, dolmuram. Çaşdırmışam sağ solu. Axtarıram, bulmuram. Allaha gedən yolu. Necə çatım mən ona? Şeytan girir min dona. Daş atır hak yoluna. Azır Allahın qulu. Özüm özümə qənim, içimdədir düşmənim. Yolumu kəsmiş mənim. Bax çəpəri, dağ çolu. Hər bütə ram olmuram. Dönüb səcdə qılıram. Daş dəyir, ayılmıram. Yuxuluyam, yuxulu. Allah rəhmət eləsin dahi şairimizə, Bəxtiyar Vahabzadənin. Təşəkkür eləyirəm. Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi Bəli, yazıcı Mirhicab Abdullayev və fonda Möhlət müəllimi, Respublikamızın xalq artisti Möhlət müəllimi Müslümovun barmaqlarından, tarından süzülüb gələn Həsrətindən Şəfiqə Axundova bəstəsi, eləməz Şəki torpağından olan Şəfiqə xanım Axundova bəstəsini də dinləyirdi dəyərli dinləyicilərimiz. Elə iki Şəki torpağının yetişdirməsinin yaradıcılıq nümunələri birləşmiş oldu sizin təqdimatınızda. İstəyirəm mən də şeirlə davam Buyurun, eləyim. buyurun. Mən də qeyd etdim ki, Bəxtiyar Vahabzadədən bir şeir söyləmək istəyirəm. Dinləyicilər bilir ki, mən sevgi şeirlərinin vurğunuyam və mən də dəyərli bəstəkarımız salamlayıram buradan Ruslan Səfəroğlunun musiqisi ilə şeiri söyləyəcəm. Ruslan bəyə buradan salam olsun və ismarıcımı da yollayım ki, Ruslan bəy yeni nəğmələrinizi gözləyirəm. Mənə söz verib Ruslan bəy şeir söyləmək üçün mənə yeni nəğmələr təqdim edəcək. İcazənizlə mən də səsləndirim. Buyurun. Sevdinsə 5 il, 15 il nədir? Bütün ömrün boyu gözləyəcəksən. Nə boyda zülm etsə sevgili sənə, sevdinsə hər zülmə dözləyəcəksən. Sevdinsə kölgəyə dönüb hər zaman, sən onu hər yerdə izləyəcəksən. Sevdinsə qəm içib dərd udacaqsan.
onu unutmağı unudacaqsan. Zərərin xeyirdir, xeyrin zərər. Sevdinsə, günahın içində haqsan. Onu unutmağa çalışsan əgər, sən özünü unudacaqsan. Sevdinsə, qanqalı gül biləcəksən. Hər əsən yarpağa kövrələcəksən. Sevdinsə, nə dünən, nə də bugünsə. Sevdinsə, həmişə sən gələcəksən. Sevdinsə, bir ömrün ilk baharısan. Dünyanın ən böyük xeyirxahısan. Həqiqətən çox gözəl şeirdir. Təşəkkür edirəm. Sizin Bəxtiyar də- Vahabzadə yaradıcılığı Bəli, idi. sizin təqdimatınızda da çox gözəl alındı. Həqiqətən də çox Təşəkkür xoşum edirəm, gəldi. var olasınız. Və əziz dinləyicilər, qeyd edim ki, hal-hazırda qonağım yazıcı Mirhicab Abdullayevdir və Mirhicab bəyin yenicə işıq üzü görən Əks Qütblərin Dostluğu adlı kitab haqqında danışırıq və istəyirəm ki, çətinliklərdən danışaq. Necə oldu? Bax, 3 dəftər yazı qələmə aldınız. Daha sonra bu 3 dəftər artıq çapa hazırlandı. Redaktiyaya Altı dəftər. getdi. 6 dəftər daha Altı doğrusu. Redaktiyaya getdi, korreksiya olundu və çap olundu. O ilk nümunə gəldi əlinizə. Bax, o duyğunu istəyirəm. Bu kitab mənimdir. Mənim ilk kitabım artıq işıq üzü görüb və əlimdədir. Bu hansı duyğuydu? Bax, o duyğuya köklənmək istəyirəm. Valla mən sözlərlə ifadə edə bilmərəm. Xoşbəxt Həqiqətən idinizmi? də əlbəttə xoşbəxt idim. Yəni neçə illik 3 ildir çalışıram və ondan əvvəl də arzularım var və həqiqətən də istədiyim kimi də yəni kitab şükürlər olsun ki, yəni çıxa bildi və bütün fikirləri, ürəyimdə olan fikirləri insanlara, oxuculara, cəmiyyətə çatdırdığımı düşünürəm. O xəbəri ilk kimə verdiniz? Kitabım çap oldu. Məndədir. Yəni bilirdilər demək olar ki, yəni çap prosesində olduğunu ətrafımdakılar bilirdilər və 3 ildir də kitabı yazdığımı da bilirdilər. Yəni onlar da bilirdilər ki, yazıram və əlimə alanda həqiqətən də yəni onu sözlə ifadə etmək həqiqətən də çox çətindir. Yazıcı, şairlə yazıcı, məsələn, ədəbiyyat iki istiqamət üzrə baxılır da, bir yazıcı fəaliyyəti, hekayə, povest, roman, biri şairlik, poema, nəğmə, şeir, qəzəl bu sahə üzrə və yazıcı bir növ şair yazıcı ilə müqayisədə biraz dar çərçivədə ola bilər ki, fikrini ifadə etməlidir. Fikrini ifadə etməlidir ki, Daha doğrusu belə deyək, daha Fəlsəfəni- çətin olur ki, çünki müəyyən bir qafiyə ilə ifadə etməlidir. bəli, fikrini. biraz çətin olur. Ancaq böyük məsələnin də böyük problemləri var. Məsələn, yazıcı da bir şair səhər açılandan axşama kimi bir gözəl bir şeir, bir 6 misradan ibarət, 8 misradan ibarət bir misranı səhərdən oturub bir otaqda axşama kimi yazıb qutarıb öz oxucusuna təqdim edə bilər. Amma yazıcı bunu edə bilməz. Yazıcı Hekayələr üçün çıxmaq şərti ilə. yazıcı üçün bəli, hekayənin çıxmaq şərti ilə yazıcı üçün ən azı bir 6 aydan yuxarı zaman lazımdır. 5 aydan yuxarı zaman lazımdır ki, Təbii ki, əgər böyük bir əsər yazmaq fikrindədirsə, fikri ifadə qərarındadırsa, edirsən də, bəli. o böyük sahənində böyük məsuliyyəti var. Böyük məsuliyyəti var. Onu dərk eləməlidir. Yəni əgər gözəl bir şey ortalığa çıxartmaq istəyirsənsə, yaxşı bir şey ortalığa çıxartmaq istəyirsənsə, bəli, həqiqətən onun üstündə əziyyət çəkmək lazımdır. Yazıcı da əziyyət çəkir. Mən 3 ildir əziyyət çəkirəm. Mən axırda yorulmuşdum. O qədər yorulmuşdum ki, mən artıq deyirdim nə cür olsun bu çapa çıxsın, ta yorulmuşam mən. Yəni mən ta istəyirəm ki, nə olur olsun bu çıxsın. Çünki adam həqiqətən də bezir, yorulur. Yəni nə qədər o elə bir ki, əvvəldə məsəl əsərdə orada mənim Əks Qütblərin əsərində bir dənə məktəb vaxtında Mirayazın məktəb vaxtında rastlaşdığı bir hadisə var ki, məktəb vaxtı yuxuda
gəzən bir sinif yoldaşı olur, yuxuda gəzirmiş o. Yuxuda gəzən bəli. Bu cür. O hadisəni Mirayaz üstündən ikinci cilddə öz oğlundan sonra eşitmiş olur. Oğlu gəlir atasına həmin sualı verir. İndi o ssenarini birinci cilddən gətirib yazıcı onu axırda birləşdirməlidir. Onu bir-biri ilə bütöv şəkildə vəhdət təşkil etməlidir. Onlar hamısı yəni həqiqətən də çox çətin işlərdir ki, təzəlicən deyəsən hardasa bir 2 həftə bundan əvvəl internetdə görmüşdüm, Facebookda yazıcımız Akşin Yenisey bir dənə paylaşmışdı, kağız paylaşmışdı ki, baxın bir əsərin ərsəyə gəlməsi üçün nə qədər əziyyətlər çəkilir. Həqiqətən də bir əsəri ortalığa oxucu onu oxuyur rahat şəkildə, amma həqiqətən də onu ərsəyə gəlməyə çox əziyyət çəkilir. Bizim dahi yazıçılarımız neçə cildlərdən ibarət əsərləri ortaya qoymaq üçün uzun zamanlar sərf ediblər və onların həmin dövrdə xüsusilə bir çətinlikləri vardı ki, çünki onlar xalqın oyanışını təmin etməli idilər o əsərlərlə. İndiki dövrdə ən azından yəni xalqın tərbiyələnmə istiqamətini qoruyaraq əsərlər yazmaq lazımdır və bu xalqın mentalitetindən çıxmadan, Azərbaycançılığımızı unutmadan və təbliğ etdiyimiz məlumatların bizə uyğun olduğunu xüsusilə qeyd edərək bu şəkildə yazmaq lazımdır. Bir nüansı da nəzərinizə çatdırmaq istəyirəm ki, Sona xanım, əsərdə bir növ qədim adət-ənənələrdən gələn məsələlər də tənqid olunur. Yəni mənim əks kütüblərim əsərində təbii ki, adət-ənənələrimizin mənfi cəhətlərindən söhbət mənfi cəhətlərindən söhbət gedir ki, əks kütüblərdə qədim adət-ənənələrdən gələn müəyyən məsələlərin, onlar düzgün olmaması ilə də bağlı orada fikirlər səslənmişdir. Çünki uzun zaman müxtəlif təsirlər altında qalıb bizim xalqımız, bizə yad olan ənənələr gəlib bizim ənənələrə calanıb və yenə də yəni dinləyicilər pis başa düşməsin, biz öz adət-ənənəmizi pisləmirik. Biz adət-ənənəmizə qoşulan yad predmetlərdən danışırıq. Yəni hal-hazırda o keçmiş adətlərin mənfiliyi dediyimiz zaman yad predmetlərdən söhbət gedir. Sona ilə milli musiqi davam edir. Bəli, biz davam edirik. Mikrofon önündə aparıcınız mənəm, Sona Bayramova və bugün qonağım yazıcı Mirhicab Abdullayevdir. Qeyd edim ki, Mirhicab bəyin lap yenicə işıq üzü görmüş Əks Qütblərin Dostluğu adlı kitabı haqqında danışırıq. 2 cilddən ibarət olan bu kitab bir-birinə əks olan insanların uzun illər boyunca bərabərcə yol gəldiyindən və dostluqlarından söhbət edir və bu yol boyunca, bu həyat boyunca başlarına gələn hadisələrdən söhbət açılır. Müxtəlif hadisələr, o hadisələr ki, hər bir oxucu bu hadisədə özündən bir hissəni, bir nümunəni, bir cığırı tapmış olacaq və belə deyək ki, bu əsər sizin elə özünüzü əks etdirir. Düzdürmü Mirhicab bəy? Bəli, tamamilə doğrudur. Mən də inanıram ki, sizin sözlərinizə qüvvət olaraq bildirmək istəyirəm ki, həqiqətən də hər bir oxucu orada nəsə öyrənəcək və orada özü ilə də bağlı olmasa yaxınında, ətrafında olan hər hansısa bir hadisə ilə bağlı, real hadisələrlə bağlıdır, amma yenə də dediyim kimi o hamısı eyni prototiplərin üzərində olmuş hadisələrə əsaslanmır. Orada misal üçün üzr istəyirəm, Mirnamus və Mirbağır obrazı var ki, 2 qardaşla bağlı obrazlar var ki, onlar misal üçün başqa bir yerdə onların ikisinin böyük bir qardaşın balaca qardaşla tutaq ki, onun qaynı ilə bir yerdə ona müəyyən oyun gəlməsi əhvalatını izah eləmişəm ki, o mən başqa bir yerdə tutaq ki, obrazlarda görmüşdüm. Mən onları gətirib həmin obrazların üzərində oxucuya göstərirəm. Çünki mən əlavə başqa 2 dənə personajda əlavə eləməliyəm. Bu da əsərin böyüməyi deməkdir. Onları oxucuya təqdim eləməliyəm və bununla əsər artıq bundan sonra olacaqdır 4 cild, 5 cild. Bəlkə də hər hansısa bir yazıcı həmin ssenaridən 6 cildlik, 5 cildlik bir əsər çıxarda bilər. Təbii ki, 2025-ci ildə bu böyüklükdə də əsərə yazmaq biraz risk
olurdu. Bəli, Çünki oxucu bəli, bəli, itirmək düz deyirsən. ehtimalı var. Düzdür, Amma düzdür. sizin əsas niyyətiniz oxucuları qazanmaqdır. Bəli, qazanmaq. Və onların belə deyək də daha çox vaxt itirməyinə deyil, zövq almağına xidmət etməkdir. Çünki təbii ki, yəni istər-istəməz həyat şərtləri, həyat qayğıları, doğmalarımız, əzizlərimiz, hər kəsə diqqət etməliyik, işimiz var, gücümüz var. Eyni zamanda da kitab oxumaq istəyiriksə, 4 cild, 6 cild biraz artıq yorucu bir dönəmə Bəli. gəlib çıxa bilər. Düzdür. Mirhicab bəy, bayaq qeyd etdim ki, siz qiraəti sevirsiniz. İstəyirəm ki, dəyərli dinləyicilərimizə daha bir şeir əlmağan edəsiz. Mən dəyərli izləyicilərimizə şairimiz Nadir Qüdrətoğlunun bir şeirini Sən mənim ömrümə gəldiyin gündən şeirini istəyirəm ifadə edim. Bəlkə də Nadir bəyi eşitməyib buradan çox. salamlayaq və Nadir bəyin bu şeirini sizin ifanızda dinləyək. Dünya gözlərimdə bir başqa aləm, sən mənim ömrümə gəldiyin gündən. Nə qəlbim qəm görür, nə gözlərim nəm, sən mənim ömrümə gəldiyin gündən. Gözlərin yoluma hər an nur saçır. Ürəyim hər zaman yanına qaçır. Xoşbəxtlik, səadət qapımı açır, sən mənim ömrümə gəldiyin gündən. Qəm yemərəm bu dünyada mən daha, qurban olum səni verən Allaha. Şükr edirəm hər açılan sabaha, sən mənim ömrümə gəldiyin gündən. Sənlə keçən günü hər anı sevdim. Bu dünyanı sevdim, hər yanı sevdim. Səni sevən ruhu, bu canı sevdim. Sən mənim ömrümə gəldiyin gündən. Mən doymaram sən tək gözəl qadından. Bu sevginin ləzzətindən, dadından. Ürəyimə möhür vurdum adından. Sən mənim ömrümə gəldiyin gündən. Buyur. Cavab deyim. İllər ötür. Yaş üstünə yaş gəlir. Zirvələrə ucalırıq sən demə. Ötən ömrün xatirəsi qocalmır. Tək özümüz qocalırıq sən demə. Gülüşümüz, nə səsimiz o deyil. Yeriyəndə nəfəsimiz o deyil. Qırışlar var. Əl üzümüz o deyil. Qalan ömrü borc alırıq sən demə. Uşaq ikən qohum, qardaş çox olur. Böyüdükcə çoxu gözdən yox olur. Əcəl tez-tez aramıza soxulur. Yavaş-yavaş azalırıq sən demə. Mən də sizə Tehran Əkbərin bu misraları ilə cavab verdim. Azalırıq şeiri ilə cavab verdim. Gözəl. Və siz sən ömrümə gəldiyin gündən söylədiniz. Mən də ömrümüzdən gedənlərdən danışmış oldum. Bəli. Elə ömrümüzün özünün də getməyindən danışmış oldum. Gözəl vəhdət təşkil etdi. Bəli. Və söhbətimizə elə qaldığımız yerdən davam edək. Düzdür, poeziyaya kökləndik, amma unutmayaq ki, biz bu gün məhz iki əks qütblərin dostluğu kitabından danışırıq. Hə, bu iki sözünü də mən əlavə elədim kitaba. Əks qütblərin dostluğundan danışırıq. Ayıbsız dost axtaran elə dostsuz qalar deyirik. Davam edək söhbətimizə. Mirhicab bəy, hansı duyğunu əldə etmək üçün oxucu sizin əsərinizi oxumalıdır? Hansı duyğunu əldə etmək üçün? Bəli. Yəni, məsələn, mən Hötenin Gənc Werterin İstirabları əsərinin dəlisiyəm və mən o kitabı yeganə kitabdır ki, 3 dəfə oxumuşam. Mən bir əsəri bir dəfə oxuyuram və mən o kitabı 3 dəfə oxumuşam. Nə üçün? Mən o əsər bitdiyi zaman içimdə yaranan bir yaradıcılıq eşqini hər dəfə hiss etmək üçün o kitabı oxuyuram. Çox dəhşətli bir kitabdır, çox faciəvi bir əsərdir. Sonda faciələr baş verir və gözlənilməz yaşantılardır, psixoloji bir əsərdir. Məsələn, mən sırf o duyğunu yaşamaq üçün oxuyuram o kitabı. Sizin bu kitabınızı oxucu hansı duyğunu əldə etmək üçün oxusun? Sonra bilirsiniz, insanlar istəkləri, arzuları, xarakterləri müxtəlifdir. Yəni ola bilər ki, birinin xoşladığı hər hansısa bir mövzu birinin xoşu gəlmir. Mən məsəl üçün detektiv janrı xoşlamıram.
Mənim xoşladığım janr, misal üçün ailə, məişət, bu üslublardır və burada da hər oxucunun zövqünə uyğun. Amma bir məsələ var. Hə. Biz əgər sonda alacağımız duyğudan danışırıqsa, sizin kitabı oxumağa başlayan oxucu əgər sonuna gəlib çıxıbsa, deməli bu oxucular hamısı eyni duyğunu sevən insanlardır ki, gəlib ora çıxıblar. Əks halda bu mövzunu sevməyən əsərin əvvəlində qoyacaq kitabı yerə. Düzdürmü? Mən oxumaq istədiyim üçün oxuyacağam bunu. Mən də hər bir insan, bütün insanların hamısının xarakterlərinin məcmusunu nəzərə alaraq, ümumi hamısını və müxtəlif cür orada mövzulara daxil olmuşam ki, hər insanın xoşladığı bir mövzu olsun. Orada misal üçün Molla Tahir var, Molla Tahir personajı var ki, onunla Mirayazı bir vaxtlar bir yerdə olmuşdu Mirayaz Molla Tahirlə və vaxt vədə yetişir, Mirayaz dəyişilir. Ondan sonra Molla Tahirlə gəlib görüşür və ona suallar ünvanlayır. Bununla bağlı misal üçün biraz dini inanca daha çox üstünlük verən oxucuya misal üçün fikrin oraya yönləndirmə, xitab etmək istəyirəm. Orada Sahil və Sevil obrazı ilə sevgi, onların bir-birlərinə axıra kimi sevgilərinə Sahilin daha çox sevgiyə, daha çox sadiq qalması ilə bağlı, oğlanların sevgiyə daha çox axıra kimi sadiq qalmasına insanların fikrini yönləndirmək istəyirəm. 4 qardaşın birliyi olmamasında insanları birliyə çağırıram. Ailə duyğularına, ailə duyğularına və orada çoxlu mövzulara daxil olaraq hər cür insanın zövqünə, istəyinə bir növ cavab verməyə çalışmışam ki, hər bir insanın zövqünə, istəyinə o əks qütblərdən cavab verə bilim. O zaman belə deyək də, hər kəsin içindəki duyğu ilə tanış olmağı üçün niyyətlənmisiniz. Bəli. Hər kəs öz içinə boylansın istəyirsiniz. Bəli. Çünki insanlar, yəni o zövqlər müxtəlifdir də. Bu Təbii söz ki. hamımız yəni Müxtəlifdir qeyd edirik də, və müzakirə obyekti ola bilməz. Bəli, bir mənalı müzakirə də ola şəkildə. bilməz, bəli. O zaman hər kəsin öz içindəki duyğusuyla baş-başa buraxmaq niyyətindəsiniz bu kitabda. Bəli. Və hər kəs öz içindəki duyğunu yaşasın deyirik və ətrafındakı insanlara da bunu sizin kitab vasitəsilə aşılamış olsun deyirik. Məsələn, mən deyirəm, tutaq ki, mən oxudum Əks Qütblərin Dostluğu kitabını, mən filan mövzunu burada çox bəyəndim. Ay, filan kəs, sən də bunu oxu, sən də özünü görəcəksən filan mövzuda. Bəli. Yəni niyyətiniz insanları birləşdirməkdir duyğularını. Tamamilə Nə gözəl, doğrudur. çox gözəl. İstəyirəm yenə də musiqiyə söz verək. Qısa bir musiqi arası yaşayaq və bizim çox daimi bir dinləyicimiz var. Sumqayıt şəhərindən hər zaman bizi dinləyir və keçən həftə Respublikanın əməkdar artisti Elza Qaybalıyevanın ifasında bir nəğmə istəmişdi. Zamanım yetmədi və bu həftəyə söz vermişdim səsləndirməyə. Elə bərabərcə Elza Qaybalıyevanın ifasını dinləyək. Ardından isə dərhal buradayıq. Nazilə gələn yar, ayaq saxla sözüm var. Oy bir baxım doyunca gözlərində gözüm var. Oy bir baxım doyunca gözlərində gözüm var. Yerşinə bana, durşuna bana, gülüşünə qurban. Yerşinə, gülüşünə, durşuna qurban. Ağrımı qan eyləmisən sevgili canım. Gəl ay şirin dilim, gəl ay incə belim. Gəl ay şirin dilim, gəl ay incə belim. Çəkməndən amandır, fikrim sənə yandır. Çəkməndən amandır, fikrim sənə yandır. Nə düşmüşsən
Respublikanın əməkdar artisti Yazda Qaybalıyevanı dinləyirdik və tarda müşayiət edirdi Rövşən Tahirov, kamançada müşayiət edirdi Elnur Salahov. Hər ikisinə salam olsun. Əziz dostum Elnura da salam olsun buradan və biz davam edirik. Qeyd edim ki, qonağım yazıcı Mirhicab Abdullayevdir. Mirhicab bəy, növbəti bir sual ünvanlamaq istəyirəm sizə. Buyurun. Oxucunun diqqətini çəkmək üçün əsərdə başqa hansı məqamlara ünvanlanmısınız? Yəni nə düşünmüsünüz ki, məsələn bunu eləsəm başqa bir kütləyə də xitab etmiş olaram? Məsələn, əsərdə Mirayazın sinif yoldaşları və universitet qrup yoldaşları ilə olan münasibətləri mövzuları da vardır Yəni ki, dostluq və yoldaşlıq mövzusu. bəli, dostluq və yoldaşlıq onun bir növ sinif yoldaşları ilə də arası dəyir. Aha. Bir müddət sonra qrup yoldaşları ilə də müəyyən inciklik olur və mən bununla da yazıcı onu Açıqlamayaq yenə açıqlamayaq. Açıqlamayaq, oxuyar oxucu inşallah. Bununla da bir növ gənclərimizi, yəni Yəni belə deyim də Mirayaz haqlı idi hamı ilə arasında əməyində. Onu mən deyə bilmərəm. Yoxsa öz aləmində onu haqlı idi. Oxucular özləri qərar verəcəklər. Mən sadəcə olaraq oxucuya nəsə çatdırmağa çalışmışam ki, sinif yoldaşlarıdır, qrup yoldaşlarıdır. Bundan sonra hər zaman aralarında olan münasibətlərə qarşı diqqətli olsunlar. Siz hadisəni təqdim edirsiniz, özləri qərar versin. Bəli, xırda səhvlərə görə incik olmaq yaraşmır və sinif yoldaşları ilə 17 yaşına kimi, universitet yoldaşları ilə də 24-23 yaşında münasibətlər demək olar ki, bitmiş olur. Ancaq 30 yaşına çatıblar, 23 yaşında, 22 yaşında olan münasibətləri xırdalamaq bir növ elə də düzgün bir şey. Çünki insan kamilləşir, insan böyüyür və bu artıq düşüncə tərzi dəyişir. Bəli, bax tam onu yazıcı çatdırmaq istəyir ki, yəni oxucular da, insanlar da yəni çalışmalıdır ki, bu nüansları nəzərə alsınlar. Yəni o münasibətlər də var əsərdə. Mircab bəy, qeyd etdim bayaq dinləyicilər bildi ki, yəni bu gün siz bu proqrama çıxmamışdan öncə biz sizinlə bir neçə dəfə müzakirələr etmişik. Əsərinizlə bağlı, yaradıcılığınızla bağlı, bu gününüzlə bağlı və siz mənə qeyd etdiniz ki, mənim oxucular, daha doğrusu dinləyicilərimə sizin oxucunuz olsunlar deyə bir müraciətiniz var. Bəli, müraciətim biraz öncə siz özünüz də qeyd etdiyiniz kimi əsərin yüksək keyfiyyətdə, yəni çapı olub, bəli, tirajı, həm üz vərəqi, həm iç vərəqləri. Bu səbəbdən də onun satışı 28-də Globus Kitabevi, inşaatçılarda Lider Kitabevi, 28 may metrosu yaxınlığındakı Globus Kitabevi, inşaatçılar metrosu yaxınlığındakı Lider Kitabevində mövcuddur və içəri şəhərdə Bukinist Kitabevində də var. Burada ola bilsin ki, qiyməti biraz onlar üçün baha olsun, o maya dəyəri çünki baha olmuşdur və keyfiyyətli üçün. Əgər çox istəyənlər olsa, mənimlə Instagram vasitəsilə və yaxud Facebook vasitəsilə, TikTok vasitəsilə də əlaqə saxlasınlar. Mən onlara o kitabı əldə etməkləri üçün nə köməklik lazımdırsa göstərəcəyəm. İnşallah. Yəni bu da müəllifdən, yazardan, kitabın yazıcısından sizə olan bir təklifdir, bir jestdir. Buyurun. Mirhicab Abdullayevin Instagram, Facebook və TikTok səhifələrində eyni adlı soyadı təbii ki, özü ilə əlaqə yarada bilərsiniz. Eyni zamanda fikirlərinizi bölüşə bilərsiniz. Bugün dinlədiniz Mirhicab bəyi. Hansı düşüncələrdəsiniz? Əsər hansı şəkildə sizə maraq yaratdı? Qonaq da çağıra bilərlər, yəni böyük məmnuniyyətlə. Qonağınız da olmağa hazırdır Mirhicab bəy. Mirhicab bəy, söhbətimizin bu yerində istəyirəm növbəti bir nəğməni dinləyək və istəyirəm Respublikamızın əməkdar artisti, dəyərli sənətkarımız Təyyar Müəllim Bayramovun ifasını dinləyək. Təyyar müəllimin ifasını keçən həftə məndən bir xanım dinləyici istəmişdi. Yenə də vaxtım çatmamışdı səsləndirməyə. Bir daha təşəkkür edirəm keçən həftəyə görə. Çünki dinləyicilər həqiqətən musiqi axınını o qədər bol istəklərlə etmişdilər ki, bu həftəyə qaldı istəklər. Hal-hazırda Təyyar müəllimin ifasında Əlbaba Məmmədov bəstəsi istəyirəm səsləndirim. Hafiz Baxış sözlərinə İnandır məni nəğməsi. Bərabərcə dinləyək, bu havamız yüksəyə doğru yönlənsin və mən də dinləyicilərimə bir elan nəzərlərini çatdırmaq istəyirəm. Dəqiq tarixini söyləmirəm, anonslardan görəcəksiniz. Çox qısa bir zamanda
3 dəyərli sənətkarı, 3 sevdiyim səsi proqramda eyni anda qonaq şəklində görəcəksiniz. Elanı buradan verim. Respublikanın əməkdar artistləri Təyyar Müəllim Bayramov, Babək Müftəliyev və İlkin Əhmədov. Hər üçü bərabərcə qonağım olacaq. İnşallah o proqramı əminəm ki, böyük bir sevgi ilə dinləyəcəksiniz. Hal-hazırda ifa edir Təyyar Bayramov və söyləyir İnandır məni. Ancaq öz eşqinə inandır məni. Yandır məni, yandır məni, yandır məni. Ancaq öz eşqinə inandır məni. Eşitdim başqa bir fikrə düşmüsən. Eşitdim başqa bir fikrə düşmüsən. Bəlkə səhv edirəm, inandır məni. Bəlkə səhv edirəm, inandır məni. Mən dəyişməmişəm, sən dəyişmisən. Mən dəyişməmişəm, sən dəyişmisən. İnandır eşqini, utandır məni. İnandır eşqini, utandır məni. Yandır məni, yandır məni, yandır məni. Ancaq öz eşqinə inandır məni. Yandır məni, yandır məni, yandır məni. Ancaq öz eşqinə inandır məni. Dedim sədaqətin qədrini bilək. Dedim sədaqətin qədrini bilək. Gözəl arzularla döyünsün ürək. Gözəl arzularla döyünsün ürək. Odlu məhəbbətlə sevib sevilək. Odlu məhəbbətlə sevib sevilək. Demədim od olub gəl yandır məni. Demədim od olub gəl yandır məni. Yandır məni, yandır məni, yandır məni. Ancaq öz eşqinə inandır məni. Yandır məni, yandır məni, yandır məni. Ancaq öz eşqinə inandır məni. Dedin sədaqətin qədrini bilək. Gözəl arzularla döyünsün ürək. Odlu məhəbbətlə sevib sevilək. Demədim od olub gəl yandır məni. İnandır eşqinə, inandır məni. Məni. Yandır məni, yandır məni, yandır məni. Ancaq öz eşqinə inandır məni. Yandır məni, yandır məni, yandır məni. Ancaq öz Dəyərli sənətkar
bəstəkarımız, Respublikamızın əməkdar artisti, dəyərli pedaqoq Təyyar Müəllim Bayramovu dinlədik və Əlibaba Məmmədov bəstəsi İnandır məni nəğməsi səsləndi. Çox nadir hallarda səslənən nəğmələrdən biridir və Təyyar müəllim ikinci həyatı, ikinci nəfəsi bəxş edib bu nəğməyə. Biz davam edirik. Sona ilə Milli Musiqi proqramını dinləyirsiniz. Qonağım yazıcı Mirhicab Abdullayevdir. Mirhicab bəy, proqramın əvvəlində sizə Azərbaycan ədəbiyyatından sevdiyiniz müəllifləri soruşdum və Fərman Kərimzadə söylədiniz. Bəs dünya ədəbiyyatından necə? Ən çox kimi oxumağı sevirsiniz? Dünya ədəbiyyatından mənim, yəni yaxınlarım, ətrafım hamısı bilirlər ki, mən bir yazıçıdır ki, yəni onu həddindən artıq ən yüksək bir zirvədədir mənim üçün şəxsən. Digər yazıçılar ondan sonra bəlkə bir 2 pillə, 3 pillə aşağıdır. Mənim üçün ədəbiyyat, yazıçılıq deyiləndə Fyodor Dostoyevski, yəni ən yüksək zirvədədir. Onun fəlsəfə zirvəsi, yəni mən heç bir yazıçını, yəni onun yaxınlığında görə bilmirəm. Niyə sevməyə başladınız Dostoyevskini? Hansı anda sevməyə başladınız? İlk öncə mən nəzərinizə çatdırmaq istəyirəm ki, mənim ikinci qardaşım çox kitab oxuyandı, həddindən artıq çox kitab oxuyandı. Və o ilk dəfə mənə Dostoyevskini məsləhət gördü oxumağı və mən Dostoyevski ilə bağlı başladım YouTube-da araşdırmalar eləməyə, harca bir 10 il bundan qabaq və onun aforizmlərinə baxdım və onun aforizmləri çox mənim diqqətimi çəkdi. Məndə yəni bu dərəcədə sürətli şəkildə o deyir o ani baxışdan deyir vurulmaq oldu bir oğlanla qız. Mən elə bir ki onun aforizmlərindən bir növ elə bir ki vuruldum. Və ondan sonra başladım onun əsərlərini oxumağa və həqiqətən də gördüm ki, yəni Dostoyevski həqiqətən də başqadır. Bəs öz qələminizdən, qələmi əlinizə aldıqdan sonra hiss etdinizmi ki, o necəsə onun əsərləri, onun aforizmləri sizə təsir edir? Varmı bu? O təsir hiss edirsiniz? Bəli, var. Əsərdə də Əks Kütüblərin Dostluğu əsərində də Dostoyevskinin aforizmləri hardasa təxminən bir məncə 8 yerdə. Yox, misal çəkir başqa, var. amma ab-hava olaraq təsirini hiss edirsiniz özünüzdəki. Yəni o yadınıza düşür yazanda. Mən çalışdım, bəli, onu xatırlayıram. O yadıma düşür, amma mən indi o ola bilmərəm. Təbii ki, yəni o mənada soruşmuram. Hə, yəni amma bəli, çalışdım ki, nəsə göstərim, özünüzdə o təsiri hiss eləyə bildiniz. Bəli, o təsiri hiss etdim, amma yəni o əlbəttə ki başqadır. Təbii ki, klassiklərimizdəndir. Biz davam edirik və xatırladım ki, Sona ilə Milli Musiqi proqramının bugün qonağı yazıcı Mirhicab Abdullayev idi və Mirhicab bəy, istəyirəm hal-hazırda bax bugün hansı fəaliyyətlə məşğulsunuz? Yəni kitabın təqdimatı çox qısa bir zaman bundan öncə baş verdi. Əks Kütüblərin Dostluğu kitabı. Bundan sonra yəni davammı, yoxsa fasiləmi? Növbəti əsərlər doğulacaqmı? Yaradıcılığınızın növbəti məhsulları olacaqmı? Əlbəttə olacaq Sona xanım, artıq start vermişik. Ay, nə gözəl. Bəli, bundan sonra daha başqa əsərlər də və mən nəzərinizə çatdırmaq istərdim ki, artıq başlamışam da. Xeyirli olsun. Bəli, növbəti əsərə artıq başlamışam da yazmağa və onu da deyim ki, sevgi olacaq, əsas motiv sevgi əsəri. Qızla oğlanın adları ilə bağlı, Azərbaycan müasir adları, oğlanla qızın ikisinin adı ilə bağlı olacaq və başlamışam yəni belə deyim də, bir növ məsəl üçün deyirəm, Leyli və Məcnun kimi iki adlı bir ad olacaq. Bəli, oğlanla qız, bəli, bizim müasir adlar olacaq. Bəli, o əsərə başlamışam. İndi özüm dövlət işində də fəaliyyətim olduğu üçün, bəli, indi vaxt tapdıqca biraz ola bilsin uzun çəkdi, çünki boş vaxt zaman tapdıqca əsasən altı bazarlar daha çox həftə sonları əsasən işləyirəm bunun üzərində və bu şəkildə inşallah, bəli. İnşallah xeyirli olsun, uğurlu olsun, yaradıcılıq uğurları arzulayıram və son olaraq mənim dinləyicilərimə, sizin potensial oxucularınıza son sözünüz. Son sözüm Əks Kütübləri Dostluğu əsərini oxuyun, çox məmnun qalacaqsınız, nələrsə öyrənəcəksiniz və həyata inanıram ki, başqa bir prizmadan baxacaqsınız. Həyata istər-istəməz, bəli, başqa cür. Yəni deyirsiniz ki, baxış bucağınızı dəyişməyə gəlirəm. Bəli. Mən inanıram ki, o əsəri oxuyan oxucunun
baxış bucağı müəyyən qədər Nə dəyişiləcəkdir. gözəl. Bəli. İnşallah yaxşıya doğru, xeyirliyə doğru. Təşəkkür İnşallah. edirəm Mirhicab bəy. Bu Sağ gün olun. qonağım oldunuz. Zövqlü bir söhbət idi. Poeziya aləminə qapıldıq, ədəbiyyat aləminə qapıldıq. Hə düz dedim, həm poeziya aləminə qapıldıq, həm də ədəbiyyat aləminə bir baş vurduq, qərq olduq və inşallah ki mən də bitirəcəm kitabı. İnşallah mən də öz duyğularımı sizinlə bölüşəcəm və növbəti Sevgi dolu kitabınızı bitirdiyiniz zaman İnşallah. gözləyəcəm sizi. Gələrsiniz, onda müzakirə edərik, onda danışarıq və mən belə bir şey hiss etdim ki, sizin əsərinizin qəhrəmanları, obrazları həyatdan götürülən prototiplərin daha geniş formatda təqdim olunmalıdır. Bəli. Deyirəm biraz ehtiyatlı olaq, elə dəyərli Şəhriyar da burdadır. Yəni, Biraz ehtiyatlı olaq, biz də əsərdə qəhrəmana çevrilməyək. Sona xanım, yəni məşhur əsərlərin hər birində o maket deyək də, o istər-istəməz hardansa götürülür. Təbii ki, Tolstoy ana xətt. Anna Karinanı, bir qadının, bəli, görür, onu görür ki, həmin o qadın nə əziyyətlər çəkir, necə onu götürərək həmin maketi və onun üzərində işləyir və o əsər düzəlir. Yəni demək olar ki, 80%, 90% əsərlər hamısı yəni götürülmüş bir hər hansısa Ona görə həyatda baş haqlıyam. vermiş, bəli, bir hadisəyə Haqlıyam, görə biraz olur. ehtiyatlı olaq, haqlıyam. Bir də görəcək əsərdə aparıcılar var, radio var, televiziya var və s. və ilə axır. Təşəkkür eləyirəm xoş Sağ söhbət olun, üçün, çox keyfli sağ olun. söhbət üçün. Əziz dinləyicilər, daha bir proqramın sonuna gəldik. İnşallah qismət olsa növbəti həftə eyni saatda, eyni məkanda digər bir qonağımla görüşünüzə gələcəm. Sizin üçün çox möhtəşəm bir neçə proyekt üzərində çalışıram və sizin sevdiyiniz bir neçə sənətkarla bağlı maraqlı bir proqramlar hazırlayıram. İnşallah il sonunu çox könlünüzcə olan bir proqramlarla bitirməyə cəhd edəcəm. İnşallah müvəffəq olaram. Həyat imkan versə, həyat vəfa etsə, vədimizə əməl edə bilsək, növbəti həftə yenidən eşidilmək diləyi ilə və sizinlə sevimli sənətkarım, könlümün sənətkarı, sevdiyim xalq artistimiz, Azərbaycanın və Özbəkistan xalq artisti Güləna xanım Məmmədovanın Gilənar ifası ilə sağollaşıram. Bilirsiniz, özü də proqramda qonaq olanda söyləmişdi. Daim mənə bu şəkildə müraciət edir. Asonama ölürəm, səni mən sevirəm söyləyir Güləna xanım mənə. Mən də Güləna xanım sizi sevirəm və bu nəğməni dinləyicilərə sizin ifanızda ərmağan edirəm. Gilənar, Respublikamızın xalq artisti Güləna xanım Məmmədova. Eşidilərik. Gözüm gördü könlüm sana vuruldu, abala vuruldu. Gözüm gördü könlüm sana vuruldu, abala vuruldu. İspatı kalbimin yarasındadır, ispatı kalbimin yarasındadır. Sevmeye değil bizim zamanda, abalam zamanda. Günah gözlerinin karasındadır. Otaylısan, otaylısan, şemkirsen, şivanlısan, göçersen, kelbecersen, bizim ellisen, şirin dillisen. Asonam, asonam ölürem, seni mən sevirəm. Gilənar ölürəm mələk, azalım azalım ölürəm, səni mən sevirəm. Gilənar ölürəm, səni mən sevirəm.
sənəli Otaylısan, utaylısan İncə bellisən, qara tellisən Dərdin alım, ağrın alım Gilənar, solayar, ay tazayar Azalım, azalım ölürəm Səni mən sevirəm Gilənar ölürəm Asonam, asonam ölürəm Səni mən sevirəm Gilənar ölürəm Səni mən sevirəm Nur didəm sənə qurbandı bu canım Bərgəl Nur didəm sənə qurbandı bu canım Bərgəl Bir qədər asta yeri Sərv rəvanım Bərgəl Sən kimi Sen kimi ince gülün bülbülü Şeydasın mənim Yayılıb gülşənə bilahu fəğanım Bərgəm Ne kadar dözmeliyim Söyle görüm hicri kanar Ne kadar dözmeliyim Söyle görüm hicri Qalmayıb dində mənim səbr qərarım Bir kəsəm halı dilin sorsan eğer şad olaram Çünkü varımdı sənə sirri gümanım Bərgəl, bərgəl Bərgəl İstəsən Allah, istəsən söndür Abanam ya öldür İstəsən Allah, istəsən söndür Ay balam gəl öldür Qəlbim odla suyun arasındadır Utaylısan, utaylısan Sən yanasan, bir dənəsən Ay balam ölürəm Səni mən sevirəm Gilənar ölürəm Mələk asonam, asonam ölürəm Səni mən sevirəm Gilənar ölürəm Qadanalım səni mən sevirəm Səni mən sevirəm Dəyərlərimizi qorumaq və gələcək nəsilə ötürmək üçün Sona ilə milli musiqi